Hamıya salam dostlar. Bu gün sizlərlə bərabər World Soccer Champs İngiltərə karyerası ilə sizinlə qarşınızdayam. Gördüyünüz kimi mən dünən videodan sonra oynadım 5 il. İndi bir də 5 il oynayacağam. Dostlar, videoya 6-7 like gəldi. Bu videoda 5 like keçin və bismillah deyə başladıq ilk oyunumuza. Görəniz keçəcək. Dostluq oyunu deyə o qədər önəmli deyil. Pickford zədələndi. Mən bunu belə rahatca edə bilərəm. Karyeramda dostlar Nations League qazandım. Bu 5 il ərzində dünən oynayanda. Görək Sloveniyaya qarşı oyunumuz necə olacaq. Abunə olmayı unutmayın. Görək Dünya Kubok. Əsmə buranı qapattım. Qrupumuz dostlar İsveçrə, bunu tam bilmirəm, İrlanda, Gürcistan və biz. Bu qrupu məncə birinci bitirəyir, çünkisi dostlar, necə deyim, asan qrupdur da, çətinləri var İsveçrə, çünki İsveçrədə Göy Kereş var, ona görə də çətindir. Bu komandanın dostluq oyununu tutduq, görək burada oda biləcəyik. 4-0, əla. Belə dostlar, əla gedir, belə qoyursan gedir. 3-1. Məncə Pickford ancaq məşq elədi deyə 1 overall artdı. Nə qədər oyun qaldı? Nations League-də İtaliya ilə oynayacaq. Mən bu dünən 5 il ərzində İtaliyanı ancaq uldurdum. Səsim indi deyəsən yaxşı gəlməli. Telefonu uzaqda tutmuşdum. İndi məncə yaxşı gəlməlidir. Özü dostlar 1080 görünüm qoymuşam. Qəşəng 60 FPS qoymuşam. İnşallah yaxşı çıxar. 5-0. Dostlar dünən kimi Dünya Kubokuna vəsiqə qazandım. Ben səhv demiştim ama desem istedim. Bu grup aşama. O 2-1. Sakan goluyla. O zaman Dünya Kubokuna haqq qazandıq deyə o qədər önəmsəmirəm, amma İtaliya ilə işimiz çətindir. 2-1. Görə qırmızı kart kim aldı? Cambiasso. Problem yoxdur. O da darıqda məncə, çünki Davies, əla. Kimdən qarşılaşırıq, baxaq. Ayda, Azərbaycan 30 deyil. Qabağı, bu, Portuqaliya görür, Ronaldo burada futbol bıraxıb. Burada da işimiz çətindir, çünki uduzuram Allah, Portuqaliya. Çünki yaxşı komandadır da, Almanya. Bu üçüncülük yer uğrundadır. Penaltilərdə 5-4. Üçüncü yer ola bilmədik dostlar. Məncə İngiltərə mənə qovacaq. Çünki heç nə qazanmadım. Bir dənə Dünya Kubokuna haqq qazandırdım. Görək də. Dostlar, dünən 2 videoya baxdım. Çox qəşəng görünüm var idi. Mbappe, Alisson, Mbappe. Məncə qovacaq. Ya da özümüz gedə bilərik. Hələ ki qalım İngiltərədə. 6-cı ildir. 10-cu ilə qədər oynayacaq. Ramsdale. Problem yoxdur. Bura baxaq. İngiltərə, İtaliya, Danimarka, Gürcistan. İşimiz çətindir. Dostluq oyunda Bale ilə oynayırıq. Təbii ki Bale-ni udarıq. 4-0. Görək. Bu Macaristan'dır dostlar. Macaristan'da 3-0 tutdu. İndi gəldi İtaliya ilə oyuna. Görək necə olacaq. 1-1. Dostlar, onu deyim sizə. 3-cü və 4-cü yerdə bitirsəm qrup məni qovurlar komandadan. Deyir ki, başqa ölkəyə get. Amma inanmıram ki, sonuncu tamamlayaq qrup. Birinci gedərik, çünki indi tutduq. Kim yedi qırmızı kart? Tomori. Problem yoxdur. Kim qoyum Tomori yerinə? Kovili.
Bu da qalaqır. İtalya ilə. Görəniz 1-1. Deməli qrupdan çıxdıq. 2-1. Hə, əla çıxdıq. Çünki Pickford, bu Pickforddan çox məşq eləyir. Onu alım kadroya, özü də kapitan olaraq alımda. Yəni özü çox məşq eləyir. Doğrudan da 6-cı oyundayıq. Danimarka ilə qarşı oynayırıq 2-2-dir. Məncə birinci bitirdik. Əla. Sürətli gedirəm deyə. Əla. Biz birinci Norveç. Norveçə baxaq. Haaland. Musa da dostlar çətindir. Ekvadoru udarıq məncə. Hayır. 1-0'dur. Yenə də. Jude Bellingham. Zədələndi. İndi Amerika Birləşmiş Ştatlarına qarşı oynayırıq. Hələ 1-0'dur. Norveç. 1-0'dur. 1-1, 2-1. Oliver Watkins. Dostlar, yəni İspaniyadayıq da. Şeyə qarşı oynayırıq. Yunanistan. 1-1. Uzatmalara gedirik. 2-1. Kimin qolu ilə? Guhe. Ayda. Mən bu oynamalıyam dostlar. İspaniya ilə oyun. İspaniya ilə oyunlar çətin keçir deyə öncə oynayıram. Dostlar, videomuz 6 dəqiqə oldu. Çox keçə bilər. İndi ikinci ilin demək olar ki, tamamlayırıq. Yəni 15 dəqiqə daha var da. Qapçımız Pickford'dur. Lamiyama. Pickford. Məncə indiyə bir gol yemiş. Dedim kimi yedik. Sunset. Onun problemi yoxdur. Məncə uzacaq. Dərək də. Dostlar, dediyim kimi düzənli video atmağa başladım. Onu bildirim sizə dostlar. Əvvəl fəz 2010 niyə videolar gəlmir. Telefon xarab olur. Düzəltdirməkdə olmur. Ona görə də çalışdığınız qədər bu kanala abunə olun, like da atın. Dünənki videoya 8 baxışın 7'si like olub. Yəni yaxşı, Foden, qəşəng. Əslində Unai Simon getdiyi yerə vuracaqdım. Amma yenə də yaxşı edib bunun. Yamal. Dostlar, biraz danışa bilmərəm. Çünki söz tapmıram demək. Jadon Sancho. İspaniyanın hücumu kimdir? Alejandro Balde, Sunset, müdafiəçilərdir. Dostlar, özdə Dünya Kuboku deyə bir oyun olur, yəni 2 oyun olmur. Jadon Sancho. Deyəsən Jadon Sancho yaxşıdır. Neçə overall var burada? 31 yaşı var. 50 dəqiqə hücumda. Şimdi Alexander Arnold. Автогol. Vivan. Vivan öz qapısına qol atdı. Biabır eləməmək üçün altın. Olsa da bu oyunda da xəbərlər çıxmış ki, atdığım qədər atacağım. Həmişə fikirləşib o boyda qol pozisyonlarını qatırdıram bilə-bilə. Amma 6-cı hücum verirsə 6-cını da atacağım. Yəni problem yoxdur. 89-cu dəqiqə və 5-1 bitirdik. Fransa ilə qarşılaşdıq. Görək. 1-1. Barkoyla dostlar çox yaxşıdır bu oyun. Mbappe'nin oyuncusu. Braziliya oynayırıq. Neymar yaxdır. Görəyiniz olacaq Braziliya oyunumuz. 3-cülük yerdə playoff üçün. Savignon'un qolu ilə olmaq nədir? Bizi 100% qovacaqlar, heç bir kubok qazanmadım. 9 dəqiqə oldu video. Çəkirəm burada 5 il tez keçsəydi.
Fransa qazandı. World Cup 2030-cu ildə. La Pro. Məncə bizdən heç kim qazanmır. Hə? Məncə qovacaq. Ya da özüm gedirəm. Avropa, Fransa. Dostlar, Barkola yaxşı deyə Fransaya gedirəm. Thank you for visiting. 7-ci ildəyik. 3 ilimiz qalıb dostlar. 3 ildən sonra 3 il deyəndə belə çıxır ki, 3 ildən sonra videomuz qurtarır. Dostlar, mən təxmin edeyim. 8-0 udacaq. Görək. 5-0. Birinci yer. Məncə də birinci yer. Belarus asan komandadır. Ona görə də keçə biləcəyik. Özü dostlar, burada Gibraltar nədir? Cəbəllu tarix. Görək. 2-0, 3-0, 4-0, 5-0, 6, 7, 8. Təxmin eləmişdim elə. Dörd sıfırdan Norveçi. Moldovanı udarıq. 4-1, 5-2. Dostlar, görürsünüz Real Madrid 1-0'dur. Nə qədər zərbə vurdular, heç bir gol olmadı. Amma bir tanesi gol oldu. Belarus Mbappe'nin goluyla 1-0, Mbappe 2-0. Gerek grupu birinci tamamlayır. Norveç. Bu oyunu uzmalıyıq məncə. Birinciyə tamamlamaq üçün. Bu neyse, siz bilərsiniz. Kolomani çox məşq eləyib deyə bir overall artıb. Mani 33 yaşı var, Mbappe'nin 33. Bir, 3-1. Uzun video oldu abi. Ama yine yaxşı da oturup evdə televizorda baxmaq üçün əladır. 2-0 utduq dostlar. İncə neyirdi? Məncə Almanya utduq. Utduq. 100% utduq. 5-1. İngiltərə uzun İtaliya. Dostlar, belə çox istəyirə bilərəm. Səsimi bilmirəm, pis çıxır yoxsa yaxşı. Mən gəldi yenə Portugaliyaya. Barkola demişdim sizə dostlar. Barkola çox yaxşı futbolcu bu oyunda. Finaldayıq dostlar. Mbappe gol 2-3-0. Və dostlar, yenə qazandı. Kuboku. Nations League. Yani UEFA Millətlər Liqasının kubokunun qalibi Fransadır. Yəni də biz yaxşıyıq da. Erling Haaland, Amardaşvili bizdən razıdır. Görürsənüz ildə 2 ilimiz qaldı dostlar. Videomu burada yeşunlaşdırmaq istəyərəm. Uzun video olsun. Bu ilk dostlar ilk dəfədir ki uzun videodur. İndi xıcı redaktordan çəksəydim bunu 7-8 dəqiqə indirəcəkdir. Bu hissələrini görməyəcəydiniz. Amma Mobizen görək necə yiyəcək. İtaliya ilə oynayırıq. Heç qrupa baxmıram. Görək kimlər var. Bosna. İtaliya 4-cüdür. O qədər. Pis komanda olub. Macaristan'a qarşı oynayırıq. 2-1, 3-1. Allah. 4-1. Zayremerin qalsın. Brest. Dostlar, Mikmenyan qocalıb deyə bu oyunda. Məncə bıraxdı milli komanda. Şevaliyə keçib qapıya. Məncə haqq qazandıq. Qrupdan çıxmaq. 1-0. Olmalı. Dostlar, bir dənə fərqə baxın. 10 xalıq. İtaliya 3 xalıq. 2 oyunumuz qalıb. Dostlar, qrupdan çıxdığımızı rəsmiləşdirdik.
10 Mbappe. Kim oynayacaq yerinə? Etike. 2-0. Utdu. Görək rəqibimiz kim olacaq? Bunlar da çətində. Hə. Görək. Eurocup. Danimarka. Hə. Keçərik. Bir qırmızı kart aldılar. 3-0 qazandıq. 15 dəqiqə oldu dostlar. Rasmus Højlund bir gol attı. Biz də bir gol attıq. Dostlar, 10 hücumun biri necə gol ola bilər? Görək. İsveçə qarşı oynayır. Hə. 2-0 tutdu İsveçi. Dostlar, bu niyə Rusiya, Romanya deyirlər? Oyun səhv qoyub. Bəlkə də Rusiya ilə anlaşması yoxdur. Amma dostlar, bir dənə sizə deyim. World Soccer Champs-da ən potensiallı qapıcı Mart Tisıq. Rusiyalı qapıcı çox yaxşıdır, çox da potensiallıdır. 90-94 arası var. Mən onu istifadə edirəm. Finalda da oradan dostlar, İspaniyaya qarşı oynayırıq. Hələ qazandıq. Eurocupu da qazandıq. Dostlar, burada baxışlarımız belə deyəndə ki, oyunun belə yaxşı bir yanı var ki, oyuna təzədən girəndə bütün kupalarınız sıfırlanır. Ona görə də sən baxın dostlar, əslində mən indi bilmirəm nesəniz 20-ci kupamı almalıydım. Əslində amma sıfırlandıqca 9 olub. Təbii ki, heç kim istəmir bizi. Dostlar, son bir ilimiz. O da 20 dəqiqə zad olar. 20-ci dəqiqəyə gələcək. Doğrudan dostlar. Bu kupoku da qazandıq. Əla. World Cup'dayıq. Bu görək. Birinci bitirərik məncə buranı. Qrupu. Əslində özüm İngiltərədən getdim. Gördünüz. Nə bilim, yaxşı komanda deyil. Yoga, hə. Burada dostlar demək istəyir ki, necə deyim, yogada işləyən adamlar gəlib bizim komandaya bütün oyuncuları enerjilərini full eləyib. Görək. Finlandiyaya qarşı oynayırıq. 1-0, 4-0 tutdu. Bu dostlar Wales'dən dediyim kimi, siz bunu Galler olaraq da tanıya bilərsiniz. Wales'də. Sloveniya. Qrup aşamasındayıq. Haqq qazandıq. Dünya kubokunu aldı ki. Matius Telin atdığı 2 qolla qazandıq. Dostlar, həyatımda ilk dəfədir ki, 18 dəqiqədir video. Niderlandla oynayırıq. Məncə bu kubokda qazandıq, mən deyim. Türkiyə Serbiyanı 1-0 tutdu. Əla. Tutdu, rahat. 7-1. Türkiyə 2-2 qaldı. Tutdu Türkiyə. 1-0. Tutdu Türkiyə. O İngiltərə ilə öz komandama qarşı oynayıram. 1-0 tutdum. İngiltərə nəyi qazandı? Finalda oradan dostlar İspaniya ilə Lamine Yamal bir dənə vurdu. Diaby də vurdu. Penaltilərdə dostlar, penaltilərdə 4-3 uduruq. Nations League-in qalibi biz olduq. Beləliklə də videomuz bitir. Dediyim kimi 20 dəqiqə olmasını. Sabah da 5 il olacaq. 100 il karyeramız var. Onu bildirim sizə dostlar. 2 kupa qazandıq. Openda, Donnarumma, Vinicius. Və dostlar 10-cu ilə keçdik. Dostlar, videonu qrupda göstərim. Fransa, Almanya, Türkiyə, Gürcistan.
Dostlar, videomu bəyənib abunə olmayı unutmayın. Sağ olun.